Excel-də if funksiyasını necə istifadə edə bilərik? Gəlin baxaq. Qeyd olunmuş cədvəldə bizə məhsulların satış sayları və onların geri qaytarılan sayları qeyd olunur. If funksiyasına əsasən biz nəticə olaraq məhsulların sayları 35-dən kiçik olarsa xanaya əla, əks halda isə daha yaxşı olmalıdır yazısını qeyd edəcəyik. Bunun üçün xanaya əvvəlcə bərabər yazırıq. If funksiyasını qeyd edirik. Mötərizə açdıqdan sonra geri qaytarılan say yazılan xananı aktiv edirik. Daha sonra isə kiçikdir işarəsini yazırıq. Və qaytarılan say 35-dən kiçik olduğu üçün biz buraya 35 yazırıq. Nöqtəli vergül əlavə edirik. Daha sonra dırnağın içərisində əla yazısını qeyd edirik. Dırnağı bağladıqdan sonra yenidən nöqtəli vergül əlavə edirik və bu zamanda yenidən dırnaqda daha yaxşı olmalıdır yazısını yazırıq. Dırnağı bağladıqdan sonra mötərizəni bağlayırıq və bizə avtomatik nəticə verilir. Düym nöqtəsinə bir dəfə toxunduqda bunu bütün işçilər üçün avtomatik etmək mümkündür.